İyun ayının 15'i Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, mülayim şimal-qərb küləyi səhər saatlarından başlayaraq arabir güclənəcək. Temperatur gecə 20-22, gündüz 25-28 dərəcə isti, atmosfer təzyiqi isə 755 mm civə sütunu olacaq. Naxçıvan ərazisində gecə saatlarında arabir bəzi yerlərdə qısa müddətli yağıntı ehtimalı var. Temperatur 23-29 dərəcə isti olacaq. Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, güclü dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Temperatur gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 15-18 dərəcə isti olacaq. Digər rayonlarda isə hava yağmursuz keçəcək. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.